Deməli, şəkildə verilən fiqurda BC parçası O nöqtəsində yarımçevrənin diametridir. BC qövsünün uzunluğu 4 pi-dir. BC qövsü şərtdə yarımçevrə olduğundan, əgər uzunluğu 4 pi-dirsə, onda ümumi uzunluq 8 pi-dir. Biz də çevrənin uzunluğu 2 pi r 8 pi-yə bərabər edirik. Buradan hər bir ədəd 2 pi-yə böləndə radiusumuza qalır 4. Deməli, bizim radiusumuz 4-dür. Bizdə deməli, üçbucaq çəksəm, belə bir üçbucaqdır. Və bu bərabər yanlı üçbucaqdır. Radiusum 4-dür, radiusum 4-dür, AO da 6-dır. Bərabər yanlı üçbucaqdır. Bu, deməli, AO məsafəsi tərəfi yarıya böldüyünə görə həm də hündürlük rolunu oynayır. Onda üçbucağın sahəsi S bərabər olar. 6 vurulsun çəkildiyi tərəf 8 bölünsün 2. Bu olar 24. Üstünə gələcəm yarımçevrənin sahəsini. Radius 4-dür deyə çevrə olur. Normalda pi r kvadratı olmalıdır. Yəni ki, bizim tam çevrəmizin sahəsi pi r kvadratına görə radius 4 olanda 16 pi eləyir. Bu yarısı olduğu üçün 16-nın yarısına gələcəm, olacaq 8 pi.